Bu oyunun hazırlanması artıq 7 aydır davam eləyir. Yəni hal-hazırda da davam eləyir. Bunu hazırlayan komanda əsasən Rus və Ukraynalı mütəxəssislər tərəfindən hazırlanıb. Nəyə görə? Biz birinci yerli kadrlar axtarmağa çalışdıq, amma yerli kadrlarımız yoxdur. Hal-hazırda Play Store-da ancaq var. Hal-hazırda oyun soft launch mərhələsindədir. Soft launch mərhələsini keçəndən sonra artıq yəni Apple Store-da da yerləşdiriləcək. Daha sonra isə, yəni 2-3 ay sonra isə Facebook, VKontakte üçün versiyalar hazırlanacaq. Bu oyunu biz indi Azərbaycanda dediyim kimi soft launch eləyirik. Soft launch nədir? Soft launch hər hansı bir produktun, hər hansı bir məhsulun bazarda tələbat olub-olmamağını yoxlamaq üçün, sonra o produktun mənfi, müsbət cəhətlərini tapmaq üçün, mənfi cəhətləri aradan qaldırmaq üçün bir müddətdir. Xüsusi effektlər, sonra dizayn, personajların stilistikası daha çox Mortal Kombat deyilən məşhur oyun var, oradan götürülüb. Sonra həmin o qəhrəmanın bacarıqları, o dondurmaq bacarığı, yandırmaq bacarığı və s. hamısı ideyası Mortal Kombatdan götürülüb. Yəni orada sadəcə mübarizə zamanı qan effektləri olduğuna görə hesab edirlər ki, 16 yaşından yuxarı auditoriya üçün nəzərdə tutulmalıdır. Hazırda biz bu oyunu maliyyələşməsi tam mənim tərəfimdən baş verir. $100.000 yaxın pul sərf olunub artıq. Hələ də yəni davam eləyir. Çünki bu oyun sahəsindəki mütəxəssislər məhz mütəxəssislərdən gedir söhbət. Maaş tələbatları yüksəkdir. Ona görə oyunun başa gəlmə həcmi, yəni bu bazarda olan oyunların büdcəsinə baxsaq heç o qədər də çox deyil, yəni az sayılır. O oyunda belə bir şey var ki, qəhrəmanın 5 canı var. Və o 5 can qurtaranda onun 2 seçimi var. Ya hər can üçün 5 dəqiqə gözləməlidir, o canı bərpa olunmağı üçün, ya da o canı pulla almalıdır. İkinci sahəsi orada yerləşdirən reklamlardır. Reklamlar var. Həmçinin əgər istifadəçi reklamdan bezirsə, yenə də $1 ödəməklə reklamı söndürə bilər. Daha sonra hər 10 epizoddan bir qapıya rast gəlir. Orada da 2 seçimi var. Bir seçimi dostlarından açar istəməkdir. Yəni Facebook dostlarından açar istəyə bilər və yaxud pulla qapı üçün açar almağı. Ümumiyyətlə, nəinki applicationlar, elədiyimiz bütün proyektlər dünya bazarına nəzərdə tutulub. Ümumilikdə ciddi oyunlar siyahısından saysaq 4-cüdür, amma ümumilikdə ona qədər 20-yə yaxın prototipimiz olub. Ambisiyalarımız çox yüksəkdir. Yəni bu oyundan biz çox şey gözləyirik qlobal bazarda. Yəni hal-hazırda bazarda lider olan oyunların sırasına keçmək şansının olduğuna inanırıq.